Bax, buramı təpiklədilər, qolumu, gözüm pis görür, başım fırlanır. Buyurun, baxın. AMON xüsusi təyinatlı dəstəsi Yekaterinburqda məhz Azərbaycanlıların yaşadığı ondan çox mənzildə əməliyyat keçirir. Səfərovlar ailəsinə edilən basqında isə dinc sakinlər vəhşicəsinə döyülərək öldürülür. Sağ qalanlar həbsxanaya salınır. Və bu vəhşilik Azərbaycanlılara münasibətdə nə birincidir, nə də sonuncu. Bu zorakılıqlar məhz Qarabağ zəfərindən sonra Rusiyanın Azərbaycanlara qarşı davam edən və daha da azğınlaşan şovinist siyasətinin, bir növ qissas əməliyyatının davamıdır. İndi də Rusiya tərəfi bildirir ki, hadisə araşdırılır. Nəyi araşdıracaqsınız? Ötən ilin dekabrında Bakıdan Qroznaya uçan Azal təyyarəsinin məhz Rusiya səmasında raketlə vurulmasının səbəbləri araşdırıldı mı? Hansı ki, 38 nəfər həlak oldu. Rusiya tərəfi faciədən ötən müddət ərzində bir dəfə belə olsun açıq şəkildə rəsmən üzr istəməyi belə bacarmadı, yaxud özünə sıxışdırmadı. Eləcə də Azərbaycanlı millət vəkili Moskva hava limanında saxlanılır və heç bir səbəb göstərilmədən ölkəyə girişinə icazə verilmir. Həmçinin çox saylı kiber hücumlar, hansı ki birbaşa Rusiyadan gəlir. Eləcə də Solovyov kimi ünsürlərin Azərbaycan xalqına ünvanladığı təhqirlər, hədələr, özü də hansısa YouTube kanalında yox ha, Rusiyanın dövlət kanalında. А народ Армении еще принимает хоть какое-то участие в судьбе Армении? Или скоро постигнет та же участь, что постигла Арцах? Və bütün bunlar da azmış kimi Rusiyanın telegram kanalları da Azərbaycanın üzərinə hücuma keçir. İsrail-İran münaqişəsində ölkəmizin iştirakı barədə dezinformasiyalar yayır. Təsadüfdürmü? Əlbəttə ki, xeyr, kampaniyadır. Və bu kampaniyanın da başında birbaşa rəsmi Kreml, birbaşa Rusiya prezidenti Vladimir Putin durur. Niyə əminliklə deyirik? Ona görə ki, bir, Azərbaycana qarşı hücumlar kütləvidir, sistemlidir və birbaşa rəsmi mənbələrin iştirakı ilə həyata keçirilir. 2. Массовый приток мигрантов в нашу страну. Bütün bu proseslərdə Rus Pravoslav kilsəsinin də iştirakı, nəinki iştirakı, birbaşa qızışdırıcı yer tutması, ideoloji təxribatın əsaslandırılması, hüquq mühafizə orqanlarının vəhşiliyinə haqq qazandırılması bunu söyləməyə əsas verir. Eləcə də 3. Baş vermiş hadisələrlə bağlı Rusiya tərəfinin ən azı qonşuluq prinsiplərinə uyğun Azərbaycanı məlumatlandırmaması, rəsmi açıqlamalar verməməsi. Hər bir halda bugün Yekaterinburqda yaşananlar humanizmdən, sağlam əməkdaşlıqdan, dostluqdan dəm vuran Rusiya dövlətinin və Rus xalqının faciəsidir. Baş verənlər Azərbaycan-Rusiya münasibətlərinə də çox ciddi zərbədir. Yaşananlar regional təhlükəsizliyə və sabitliyə təhdiddir. Və nəyin üçün baş verdiyini, necə baş verdiyini, niyə baş verdiyini gözəl anlayan Azərbaycan Rusiyaya konkret mesajlar göndərir ki, münasibətləri gərginləşdirmək heç bir tərəfin xeyrinə deyil. Yetər artıq, bəsdir. İyunun 27-sində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində Azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk. Rusiya tərəfindən məsələ ilə bağlı təxirə salınmaz araşdırılma aparılmasını və bu qəbul edilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik. Eləcə də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Yekaterinburq şəhərində Azərbaycanlara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırıldı və məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırıldı. Nəticəsi olacaqmı? Ümid edirik ki, olacaq. Lakin sonra da düşünürsən ki, Rusiya dili, dini eyni olan Slavyan xalqına, konkret Ukraynaya nələr yapır?